Salam əziz tələbələr, bu videoda sizlərlə birlikdə 2025-ci il 2-ci cəhd qəbul imtahanının məntiq suallarının izahına baxacağıq. Və vaxt itirmədən keçidək ilk, yəni 46-cı sualımıza. Görək kub sualı ilə başlayır. Burada nə edə bilərik? Bizə 3 dənə üz verilib. Kubun 3 dənə üzü verilib. Ona uyğun da deyir ki, açılış tapın. Bir dənə baxırıq variantlara. Görək elə həmin 3 dənə üzdür. Yerdə qalan 3 dənə üzü də ağ olaraq verib. 3 dənə üzü ağdır. İndi bunları necə edə bilərik? Baxsaz, elə bu 2 üz ki var. Yəni yarısı ağ, yarısı qara olan üzlə. Yəni üçbucaq şəklində yox, düzbucaq şəklində ağ və qara olan üzlə. Bu oxa oxşayan və ya yolkaya oxşayan üz deyək. Həmin üzlərin arasında bir əlqəyə baxaq. Görürəm ki, bu iki üzün arasındakı əlqə necədir? Məsələn, bu oxa oxşayır da, düzdür? Elə belə ox çəkin. Görürəm ki, bu ox hardan keçir belə bunu uzadanda? Ağ və qara hissənin ortasından keçir. Baxıram A variantına. Oxu uzatsan, birinci qara tərəfdən keçir, sonra ağ tərəfdən keçir, düzdür? Ağ və qara hissənin ortasından keçmir. Ona görə deyirəm A variantı olmaz. Sonra baxıram. B variantında o formadadır. D variantında bu oxu uzadıram, ümumiyyətlə həmin tərəfdən keçmir. Yəni bu iki tərəfin birləşdiyi hissəyə baxsaz, görürəm ki, ox həmin hissəyə perpendikulyar deyil ümumiyyətlə. Yəni həmin hissəyə baxmır. Ox həmin üzə baxmır, başqa tərəfə baxır. Ona görə D variantı da olmaz. Sonra baxaq. Daha dərinə baxıram. Bu oxu belə uzatdım, düzdür? Görürəm qara tərəf oxun sol tərəfində, amma ağ tərəf isə oxun sağ tərəfində qalıb. C variantına baxıram. Bunu belə uzadanda ağ tərəf solda, qara tərəf sağda qaldı. Amma yuxarıda görürsünüz ki, qara solda idi. C variantında ağ soldadır. Ona görə C variantında çıxıram. Qalır Y ilə B variantı. Y ilə B variantı hələ ki o cəhətdən bir problem yoxdur. İkisində də qara hissə solda qalıb. O cəhətdən bir problem yoxdur. Artıq başqa nəyəsə baxmaq lazımdır. Başqa nəyə baxa bilərik? Görürəm ki, oxun üzərində bu üz qalanda, yəni düzbucaqlı olaraq bir tərəfi ağ, bir tərəfi qara olan üz qalanda, üçbucaq olan üz sol tərəfə düşür. Y variantına baxıram. Oxun üzərində həmin üz qalanda üçbucaq olan tərəf hara düşüb? Sağ tərəfə. Demək Y variantı da olmaz. Düzgün cavab nə olar? B variantı. İşarələyib keçirik 47-ci suala. 47-ci sual gördük, tərəzi sualdır. Baxırıq, nə edə bilərik? Görürəm ki, burada 2A nəyə bərabərdir? 2A bərabərdir 3B 1C-yə. Yuxarıda da görürəm 2 dənə A var. Deyirəm, bu 2 dənə A-nı silim. 2 dənə A-nın yerinə nə yazım? 3B 1C. 3 dənə B, bir dənə C yazdım 2A-nın yerinə. Çünki 2A 3B 1C-yə bərabərdir. Eynidir, yəni dəyişirəm. Yəni deyək ki, bu da 4 kilodur, özümüzdən deyirəm də. Bu da 4 kilodur. Yəni fərqi nədir? Hansı 4 kilonu qoyursunuz? Eyni şeydir də, tərəzidir. Yəni 2A 3B 1C-yə bərabərdir deyə onların yerini dəyişdim. İndi ondan sonra baxıram. Yuxarıdakı tərəzinin sol tərəfində qalıb 1, 2, 3, 4B 1C, sağ tərəfində qalıb 3 dənə C. İki tərəfdən də bir dənə C-ni silirəm. Nəticədə sağda qalıb 2C, solda qalıb 4B. İndi 4B bərabərdir 2C-dirsə, C nəyə bərabər olar? 2 dənə B-yə. Aşağıdan bizə nəyi soruşur? Elə C-ni soruşur. C-ni biz nə tapdıq? 2 dənə B. Variantda görən var? Var. C variantında. Olmasaydı başqa cür baxardıq, amma olduğu üçün elə rahat bir şəkildə həll edib keçirik növbəti suala. Bir də bunu başqa cür necə eləyə bilərdiniz? Deyək ki, əvəz etmə üsulu ilə yox, alt-alta toplayıb eləyə bilərdiniz. Məsələn, 2A-nı gətirib bu tərəfə yazardım. Digərini 3B 1C-ni də buraya yazardım. Sonra hər tərəfdə 2A var, sildim. Hər tərəfdə C var, sildim. Sağ tərəfdə qaldı 2C, sol tərəfdə qaldı 4B. Yenə də oradan 1C 2B-yə bərabər olur, yəni cavab olmuş olur C variantı. İki cürdə baxa bilərsiniz, sizə necə rahatdırsa. İndi onu da bildiririk, keçirik 48-ci suala. 48-ci birinci sualı oxuyaq. İlk övladları anadan olanda atanın yaşı ananın yaşından 20% çox idi. İkinci uşaq dünyaya gələndə ananın yaşı atanın yaşından 16% az oldu. Ananın yaşı atanın yaşının 40%, 90%-ni təşkil edəndə onların üçüncü övladı dünyaya gəldi. Atanın yaşı ananın yaşından 8-dən fərqli bir rəqəmli ədəd qədər çoxdursa, onların birinci və üçüncü uşaqlarının fərqi neçə ildir? Yaşlar deyir, natural ədəddə göstərilir. İndi yaşlar natural ədəddirsə,
Biz burada sual bizə qəribə gələ bilər, çətin gələ bilər. Rahat hissədən baxıram da. Rahat hissə həmişə çətin görsənən hissədə olur. Yəni necə? Əməllər mövzusu olsun, deyək ki, ədəd fiqur əlqələri olsun, belə hesablamalar mövzusu olsun. Yəni orada nəsə naməlum bir şey varsa, çalışın ən qəribə ədədlərə baxın. Ən qəribə ədədlərə niyə? Çünki orada ehtimal az olur. 1-2 ehtimal olur. Yəni rahat ədədlərdən çox ehtimal çıxır. Düzdür, hesablama rahat olur, amma ehtimal da çox olur, alınma ehtimalı. Amma çətin ədədlərə, məsələn, burada 16% daha qəribədir, nəinki 90-dan 20%, düzdür? Nəyin 16% tam ədəd olar? Cəmi bir neçə ədəd var da. 25-in 16%-i tam ədəddir, 4. Yaşları fərqlidir 16%. Yəni yaşları fərqi 16% və ya 16% azdırsa 84%-dir. Nəyin 84%-i tam ədəddir? Yəni bir neçə ədədin cəmi 84% tam ədəddir. Özə yaş olaraq götürürsə 25-dir, 50-dir, 75-dir, 100-dür, 125 bu formada gedir də, hər 25-dən 1. 25x də deyə bilərsiniz, ya da elə rahat 25, 75, 100 bu formada götürək. Bunların yaşları fərqi 16%-dir. Yaşları fərqi də heç vaxt dəyişmir. Məsələn, düşünün sizdən 2 yaş böyük və ya kiçikdə ki, qardaşınız və ya bacınız var, 10 ildən sonra yenə yaşınız fərqi 2 qalır da, o dəyişmir ki. Yəni yaş fərqi heç vaxt dəyişmir də. İndi 16%-i, 25-in 16%-i nə edir? 4. 50-nin 16%-i edir 8, sonra 12, 16 və s. bu formada gedir. Bizə deyir ki, yaş fərqi 8-dən fərqlidir və 1 rəqəmlidir. Burada baxıram 8-dən fərqli, 8-i çıxdım və 1 rəqəmlidir. Yalnız nə qalır? 4. Demək, ana və atanın yaş fərqi 4-dür. Və 16% az deyirsə, 16% 4-dür, bu da nəyə bərabərdir? 25. Demək, ikinci uşaqları dünyaya gələndə atanın olub 25 yaşı və 4 yaş az. Bundan 4 yaş azdan neçə eləyir? 21. Ana olub 21, ata olub 25. Bu ikinci uşaqdadır. İndi biz də baxaq bizə nə lazımdır? Birinci və üçüncü uşaq lazımdır əsasın. İndi birinci və üçüncü uşağı tapaq. Deyir, ilk övladları anadan olanda, biz də bilirik bunların yaş fərqi 4-dür də. İlk övladları anadan olanda atanın yaşı ananın yaşından 20% çox idi. Anaya deyim x, həmin an üçün, birinci uşaq üçün. Ata deyir bundan 20% çox idi. 20% çoxdursa 1.2x. Düzdür? Və bunları bir-birinə bərabər eləməyimiz üçün nə eləməliyik? Aralarındakı yaş fərqi 4-dür də. Bunların bir-birinə bərabər olması üçün ananın yaşının üstündə 4 gəlməliyəm ki, bunlar bir-birinə bərabər olsun. Yəni 4 plus x, x ananın yaşıdır. Bərabərdir 1.2x, 20% çoxdur deyə. Buradan 0.2x bərabər olur 4-ə. X də bərabər olur neçəyə? Bir dənə baxırıq. 0.2x 4-dürsə, x bərabər olur 5-ə vurmalıyıq da 20. Demək, ananın yaşı olur 20, atanın yaşı da bundan 4 yaş çox. Demək, birinci uşaq, buraya yazacaq ana, burada yazacaq ata. Birinci uşaqda ana oldu 20, ata oldu 24. İkinciden onsuz tapmışdıq. Ana 21, ata 25. Bir də üçüncü uşaqda nədir? Ananın yaşı, atanın yaşının 90%-ni təşkil edəndə. 90%-ni təşkil edirsə, burada 10% azdır, düzdür? Və yaşları fərqlidir də 10%. Demək, 10% bərabər olacaq 4-ə və ya deyə bilərsiniz ki, 90%-ni təşkil edirsə, yenə bayaqki kimi 0.9x üzərinə gəlsin 4 bərabərdir x, 0.1x bərabərdir 4-ə, x bərabər olur neçəyə? 40-a, düzdür? Demək, üçüncü uşaq dünyaya gələndə ananın olub deyəndə burada artıq x deyə hesabladığımız, bunu y ilə gəlin hesablayaq. Niyə? Çünki bayaq ananı x-lə hesablamışdıq. Yenə elə bilərsiniz, bu anadır da ona görə. Y burada atanın yaşı olaraq götürdük. Demək, atanın yaşı olub 40, üçüncü uşaqda. Ananın yaşı da ondan 4 yaş fərq verir də, onun 90%-dir. Yəni 36. Bu da oldu üçüncü uşaq. Demək, birinci uşaqla üçüncü uşağın fərqini soruşur, düzdür? Demək, birinci uşaq dünyaya gələndə ananın 20 yaşı vardı. Üçüncü uşaq dünyaya gələndə ananın 36 yaşı vardı. Aralarındakı fərq neçədir? 16. Demək, birinci və üçüncü uşaq arasındakı yaş fərqi də 16 yaşdır. Ona görə burada da A variantını işarə edirik, keçirik 49-cu suala. 49-cu sualı necə həll edirik? Normalda vurmanın qaydasını bilirsiniz. Necə olur? Sonuncu, yəni ikinci sətirdə yazılan ədədin sonuncu rəqəmini təkillər mərtəbəsində yerləşən rəqəmini götürür, A, B-yə vurur, bu hissəyə yazır. Düzdür?
Sonra ikinci ədədi götürür, vurur. C-ni vurur AB-yə, onun yanına yazır. Biz onsuz görürük ki, D-ni AB-yə vuranda nə alınır? Verib. C-ni AB-yə vuranda nə alınır? Verib. Ona görə D-ni götürüb AB-yə vururam. Alınır 472. Gəl buraya yazıram 472. Sonra bizə C-ni AB-yə vurub yazmaq lazımdır. C-ni AB-yə vuran neçə eləyir? 531. 531-də gəlib biraz buradan yazırsınız, düzdür? Çünki C deyil də o 10C-dir. Yəni 531 yox, 5310 alınır. Sonra bunları da sadəcə alt-alta toplayırıq. Alt-alta topladıq. 2, 7 ilə 1 toplayıram 8, 3 ilə 4-ü toplayıram 7, 5 də elə olduğu kimi düşür bura, olur 5782. Yəni cavab nə olmuş olur? Y variantı. İşarələyib keçirik 50-ci suala. 50-ci sualda da sosiologiya elm verilib. Burada defektoskop sözündən, sosiologiyadan logiya hissəsindən bilə bilərsiniz elmdir. Heç əvvəlini də ki bilmirsiniz. Sosiologiya, logiya elm deməkdir onsuz. Burada defektoskopda da skop var. Buradan da bilirik ki nədir? Cihaz. Sonra 51-ə baxaq. Zərf, zərflik, düzdür. Bir nitq hissəsi verib, bir də cümlə özvü. İndi zərf cümlədə zərflik olur. Bəs feil cümlədə nə olur? Feillə baxırsınız burada. Ümumiyyətlə bir dediyi nitq hissəsi verib, bir də cümlə özvü verib. Sifət nitq hissəsidir. İş, feil, iş bildirir, hərəkət bildirir, amma bunlar cümlə özvü deyil. Qrammatikada cümlə özvü deyil. Onsuz elə bir dənə cümlə özvü var, xəbər. Ya da daha aydın da baxa bilərsiniz ki, zərf cümlədə zərflik olur, feil də cümlədə xəbər olur. Ona görə burada da B vaxtını işarələyib keçəsiniz. Neçənci suala? 52-ci suala. 52-də baxırıq. 5 uşaq və 6 valideyn aşağıdakı qaydalara uyğun olaraq şəkildə kimi dairə masa arxasına oturublar. Hər valideynin bir tərəfində uşaq, bir tərəfində valideyn olmalıdır. Hər uşaq yalnız öz valideyninin yanında oturmalıdır. Verilmiş qaydaları pozmadan bu masa arxasında əlavə olaraq aşağıdakilərin hansının oturması mümkündür? İndi baxaq. Ana və atası ilə uşaq. Ana və atası ilə uşaqdırsa, demək V bu formada da, yəni uşağın iki tərəfində valideyn. Bu formada bunları baxırıq. Hansısa hissəyə əlavə edə bilirik, yoxsa yox. Bunu da götürüb deyirəm ki, bu formada, məsələn, götürüb bura belə əlavə eləsəm, valideyn, uşaq, valideyn. Onsuz digər yerlərdə qayda pozulmuram da. Bir dənə əlavə elədiyim hissədə qaydanı pozuram, yoxsa yox. Ona baxıram. Pozmuramsa demək uyğundur. İndi baxıram. Hər bir valideynin bir tərəfində valideyn, bir tərəfində uşaq. Bu valideynə təsir eləmişəm, düzdür? Solunda uşaqdır, sağında valideyn. Qayda pozulmur. Əlavə elədiyim valideynə baxıram. Solunda valideyn, sağında uşaq. Qayda pozulmur. Hər uşaq deyir öz valideynin yanında oturmalıdır. Uşaq öz ana-atasının yanında oturub, problem yoxdur. Bu valideynin sağ tərəfində valideyn, solunda uşaq, problem yoxdur. Bir tərəfi valideyndir, bir tərəfi uşaqdır. Buradakı valideynin də sağında uşaqdır, solunda valideyn. Bir tərəfi valideyndir, bir tərəfi uşaq. Demək, burada da qayda pozulmuş. İki dənə qaydamız vardı. Bu formada, göstərdiyimiz formada VUV əlavə eləsək, qayda pozulmamış olur. Ona görə biri götürə bilərik. Yəni, bu formada otura bilərlər. İki uşaq ilə ana. Burada birbaşa ilə qayda pozulur. Əlavə eləməyə ehtiyac yoxdur. Bir uşaq öz valideynin yanında oturmalı, düzdür? Ona görə bunlar yalnız bu formada otura bilər. Valideyn ortada, uşaqlar biri sağında, biri solunda. Niyə? Çünki uşaqların ikisi də sağda otursa, bu uşaq valideynindən qopalır və ya ikisi də solda otursa, bu uşaq valideynindən uzaq qalır. Demək, biri sağında, biri solunda oturmalı ki, ikisi də valideynin yanında olsun. Öz valideynin yanında olsun, şərtə əsasən. Bu formada da bu valideynin iki yanında uşaq olmuş olur ki, demişdi, valideynin bir yanında uşaq olsun, bir yanında valideyn olsun. Uşaqların şərtini ödəyəndə valideynin şərti pozulur, valideynin şərtini ödəyəndə uşaqların şərti pozulur. Ona görə iki uşaqla anası heç cür otura bilməz. Sonra baxıram, ana ilə uşaq. İndi ana ilə uşaq UV bu formada və ya VU fərqi yoxdur. Bu formada yerləşdirməyə çalışacaq. Baxaq, harasa yerləşdirə bilirik, yoxsa yox. İki dənə uşağın arasına bunları yerləşdirsək, indi U-nun fərqi yoxdur. Sağına və ya soluna yazsam, bu valideynin hər tərəfində uşaq olur. İki tərəfində də uşaq olur, buraya yerləşdirə bilmərəm.
Demək 2 dənə U-nun arasına eləşdirə bilmədim. 2 dənə valideynin arasına yerləşdirməyə çalışıram. 2 dənə valideynin arasına yerləşdirəndə bu yerləşdirdiyimiz valideyn ki var, bunun üçün problem yoxdur. Bir tərəf oldu valideyn, bir tərəf oldu öz uşağı. Amma bu tərəfdəki valideyn var, bunun üçün artıq problemdir. Baxın, bir tərəfi oldu uşaq, digər tərəfi də oldu uşaq. Yəni, iki tərəfində də uşaq düşdü, ona görə olmaz. İki valideynin arasında yerləşdirə bilmədim. İndi bir tərəfi valideyn, bir tərəfi uşaq olan hissəyə yerləşdirməyə çalışıram. Bu hissəyə bu formada yerləşdirsəm, görəm alınırmı? Bu valideynin iki tərəfi də oldu valideyn, olmaz. Və ya bu formada yerləşdirməyə çalışsaq, onda təzə yerləşdirdiyimiz valideynin iki tərəfi də oldu uşaq. Belə də olmaz, yeni qayda pozuldu. 4 cür yerləşdirmə vardı. Valideynlərin arasına, uşaqların arasına, bir də valideyn uşağın arasına. Uşaqlar yan-yana düşəcək şəkildə və ya valideynlə uşaq yan-yana düşəcək şəkildə. 4 üsulun 4-ünü də yoxladıq. Bu 3-cü ehtimal üçün. Bu da heç birində ödəmədi. Ona görə 2 ilə 3 ödəmir. Yalnız 1 ödür. Yəni onun oturması, ana və atası ilə uşağın həmin sıraya daxil olub oturması mümkündür. Ona görə burada düzgün cavab olur. C variantı işarələyib keçirik 53-cü suala. 53-cü sualda nə edirik? Birinci baxırıq ki, üzü yəni ortadan qatlanıb aşağı tərəfə, düzdür? Sonra da sol tərəfə qatlanıb. Yəni buradan da açıq şəkildə görürsünüz ki, bu qatlanmış hissə hal-hazırda bizdə qalan hissə. Hardadır? Ümumi fiqurun sol aşağısındadır. Və belə bir kəsrlər var. Və gəlib baxıram ki, bütün fiqurların sol aşağı hissəsinə baxıram. Birəbir bunun eynisi var, yoxsa yox? Görəm A variantında yoxdur. Niyə? A variantında bu hissəyə baxın. Görürsünüz ki, eyni deyil, düzdür? Tam ortada burada çıxıntı olmalıydı, amma yoxdur. Ona görə A variantı, yəni sol aşağısında onsuz açmamışım desinəyin. 3 dənə belə kəsiyi var. Demək, bütün fiqurların sol aşağısında o formada kəsiyi olmalıdır. Gördüm A variantında yoxdur, çıxdım. Digər yerdə qalan variantlara baxıram. Görürəm ki, C variantında da yoxdur. Niyə? Buradakı çıxıntı üz yuxarı baxır, amma burada üz aşağı baxır. C-də də yoxdur. Y, D, B variantlarında eynidirmi? Yox. Y-də də eyni deyil. Aşağı hissədə çıxıntı buradadır, amma Y variantında digər tərəfdədir. Görürsünüz, eyni deyil də işarələdiyimiz hissə. Ona görə yeni də çıxdıq. Yalnız iki variantın sol aşağı hissəsi bizə verilən hissə ilə birəbir eynidir. Ona görə B ilə D qalır. Bir də baxırıq B ilə D-dən hansı düzdür, hansı səhvdir. Ona baxırıq. Burada iki cür qatlanma olub da. Bir bu hissədən qatlanma olub. Bir də bu hissədən qatlanma olub. İkisinə görə də simmetriya olmalıdır. Gəlin baxaq. Deyək ki, ortadan birinci baxaq. Simmetriya varmı? Ortadan qatlanma olubsa, demək asanda simmetriya olmalıdır da. Görürük ki, D variantında simmetriya olsa da B variantında simmetriya yoxdur. Çünki B variantında bu çıxıntı üz yuxarı baxırsa, burada da üz yuxarı baxmalı deyil. Bu simmetrik deyil. Eynisini götürüb çəkiblər ora. Çünki onun qatlanında üst-üstə düşməlidir. Yəni burada yuxarı baxırsa, sağ yuxarı. Burada da sağ aşağı baxmalıdır. Yəni D variantında simmetrikdir. Eləcə də sol tərəfinə baxanda. Amma B variantında iki tərəfə də baxanda görürsünüz ki, simmetriya yoxdur. Ortadan belə simmetriya var. Amma yuxarı ilə aşağı arası simmetrik deyil. Ona görə B variantında çıxdıq, simmetrik olmadığına görə cavab olaraq D variantını götürdük və ondan sonra keçirik neçənci suala? 54-cü suala. Baxırıq ki, böyük hərf var, kiçik hərf var yanında. Və fikir versəz kiçik hərflərə B, A, C, F, B, D, Y. Burada da əlifbanın ilk 5 hərfi və ilk 6 hərfidir də ingilis əlifbasına baxanda. Onları düşünürük, ilk hərfləri veribsə, bəlkə bu hərfləri rəqəmlərlə əvəz eləyək. Məsələn, A-nın yerinə 1, B-nin yerinə 2, C-nin yerinə 3, D-nin yerinə 4, Y-nin yerinə 5. Elə yuxarıda da, məsələn, Y-nin yerinə 5, D-nin yerinə 4, C 3-dür, B 2-dir, A 1. Ən yuxarıda da yoxlayaq. Baxıram ki, sonra bundan sonrasını bilirik də, bu artıq bizə tanışdır. Məsələn, A-nın yanına 1 yazıbsa, gətirib burada T-nin üstünə yazıram A. Sonra 2 o deməkdir ki, digər tərəfdəki ikinci hərfin kodudur. 3 o deməkdir ki,
Digər tərəfdə 3-cü hərfin kodudur. B-nin yerinə yanına 4 yazır, düzdür? Digər tərəfdə 4-cü hərf, yəni x-in kodu B-dir. Sonra T, sonra da məsələn N-in yanına yazıb 6. K-nın yanına 6 yazıb deyə K da digər tərəfdə 6-cı, yəni N-in kodudur. Sonra yenə baxıram aşağıda. 1 H-ın yanına yazılıb, 2 T-nin yerinə yazılıb. Görürsüz? İki tərəfdə A-nın üstə T düşdü. Sonra 3 görürəm 3 Y-nin, yəni E hərfinin yanına yazılıb. 4 C-nin yerinə yazılıb. 5 də U-nun. Yenə görürəm R-in üstünə U düşdü. Yəni bu formada görə uyğun gəlir də. İndi bizə nə lazımdır? Birinci kodu tapaq. Yəni orijinalını düzəldək də. Demək birinci baxırıq. C 2 H 3 U 4 T'nin yerinə yazılıb. 5 də K'nın yerinə yazılıb. İndi yuxarıdan gəlib buradan qırmızını yazdığımız hissədən C'ni tapıram. C'ni tapdım. Görürəm i-nin üzərinə yazılıb. Ona görə C-nin altına yazıram i. Sonra H tapıram. H-ın altına M yazılıb deyə yazıram M. Hətta bunu başqa rənglə yazaq, qara rənglə yazaq. Demək C yazılmışdı i-nin üzərinə. H-ın altında yazılmışdı M. U-nun altında yazılmışdı R. T'nin altında yazılmışdı A. K'nın da altında yazılmışdı N. Demək bizim sözümüz olmalıydı İmran. Yəni sadəcə 1, 2, 3, 4, 5, 6 ilə öyrəşmişdik bu sual işləməyə. Daha qəliz olsun deyə əlifbanın hərflərindən verilib. Yəni ingilis əlifbasının ilk hərflərindən A, B, C, D, E, F. Yəni ona uyğun yenə də cavabı tapa bildik. Sonra keçirik 55-ci suala. 55 biraz çətin sual ola bilər. Çünki burada fırlanma var. İki cür. Bir daxildə, bir xaricdə. Bir də güzgü əksi var. İndi bir bu alt dənəli hissə olaraq götürürük. Bir də yuxarı hissəni və ya aşağı hissəni götürürük. İndi burada necə olur? Birinci görürəm ki, alt dənəli hissədə güzgü, daha doğrusu saat əqrəbinin əksinə bir fırlanma var. Bir dama, bir dama. Bir də onu yoxlayaq. Məsələn, gəldim burada. Dedim ki, saatın əksinə bir dama hərəkət edir, düzdür? Gəlib düşəcək bu xanaya. Ondan sonra bu hissə ki var, bu xanalar. Sonra bu kənardakı kublarda aşağı doğru hərəkət edir. Olduğu tərəfdən hardadsa aşağı doğru sürüşür. Məsələn, qara gələcək düşəcək bu hissəyə. Ağ da düşəcək bunun yanına. İndi fikir verin, bu aldığımız fiqurla ikinci fiqur güzgü əksidir. Yəni bu fiquru bu xəttə nəzərən güzgü əksi olaraq fırlatsaq, ikinci fiqur alınır. Ondan sonra ikinci fiqurdan üçüncü fiquru necə alacaq? Yenə bu hissə sağdakı gəlir düşür bura. Daha doğrusu soldakı ora düşür. Sağdakı bura düşür. Onu da çəkməyə çalışaq bir dənə. Demək sağdakı gəlib düşdü bura. Düzdür. A kvadratda gəldi düşdü bura. Bir də demişik ki, içəridəki alt dənəli hissə necə hərəkət edir? Saat əqrəbinin əksinə o qara hərəkət edir. Ona görə qara da qalxacaq bura yuxarı. Ondan sonra bunu güzgü əks edirik. Bunu da güzgü əks edəndə necə olur? Onsuz 2 dənə qara hissə var da, onlar da hərəkət edir. Başqa da bir şey olmur. Demək bu qara hissə sağda idi, gəl düşür sola. Bir də digər də sağ yuxarıda idi, gəl düşür sol yuxarı. Olmalıdır bu formada. Amma görürük ki, bu formada olanda alınmır, düzdür? Məsələn, kənar hissə alınır. Məsələn, burada qara ilə ağ var. Burada da məsələn qara ilə ağ var, amma ortadakı o alt dənəli hissə alınmır. Ona görə o alt dənəli hissəni bəlkə başqa cür baxaq. Çünki bu formada cavablar da yoxdur da. Yolumuz düz ola bilər, alınır axıra kimi, amma cavablar da yoxdursa, demək düz deyil. Ona görə baxıram. Birincini məsələn bu formada dedik ki, gəlib bura. Saat əqrəbinin əksinə gələndə güzgü əksəldiyi alındı. Deyirəm bəlkə onsuz güzgü əksəliyəm alınır da. Saat əqrəbinin əksinə yox. Deyim ki, bu qara da aşağı düşsün. Digər aşağı düşürsə, o saatin əksinə və ya saat əqrəbi istiqamətində hərəkət eləmirdi ki. Bu da bir dənə aşağı düşsün, sonra güzgü əks eləsinlər. Ondan sonra gəlirəm 2-dən 3-ə. Deyirəm bu necə olar onda? Bir dəqiqə bunu yaxşı çəkək, biraz böyük çəkək, amma rahat görsün də.
Aha, deyək ki, indi bu qara hissə düşsün aşağı onda. Digər qara hissə də düşsün aşağı. Bu formada olsun. İndi bunun güzgü əksi necə olacaq? Qaralar keçəcək sadəcə digər tərəfə də. Güzgü əksini də birbaşa burada çəkək. Deməli, sağdakı qara keçir sola. Sağ aşağıdakı qara keçir sol aşağı. Olur bu formada. Baxırıq bu variantlarda var, hə, Y variantında var. İndi onda onun ardına baxaq. Deyək bəlkə ardı necə olur? İndi bu qara yenə aşağı düşməli, düzdür? Aşağı düşməyə yer yoxdur. Aşağı düşməyə yer yoxdursa, onda deyirik bu yuxarı qalxacaq. Ya ən yuxarıdan başlamalıdır. Aşağı getməyə daha yer yoxdursa, ya da yuxarı qalxmalıdır. Bir dənə bu sol tərəfdəki qara bilirəm gəlir düşür bura. Sağ tərəfdəki ağ düşür bu hissəyə. Bir də bu ən aşağıdakı qara ki var. Ya bu ən yuxarıdan artıq başlamalıdır bu hissədən. Görürəm ki, bu variantda elə deyil. Ya da aşağı düşə-düşə gedirsə, indi yuxarı qalxa-qalxa getməlidir. Yəni elastik hərəkət kimi də. Top da elə bir gəldi aşağıda idi, başlayır yuxarı qayıtmağa. Onda deyirəm o formada hərəkət eləsin, gəlsin bu hissəyə. Ondan sonra bunda güc gəksiyəndə görürsünüz 4-cü fiqura alınır. Sonra 4-cü fiqurda bu yenə yuxarı hərəkət eləyib. Gəlib bu hissədə qalır. Digər qara da tam gəlir düşür aşağı. Bunlar da artıq baxmırsınız. Onu yenə güc əks eləyib gəlib bu fiqura alınır. Əsl udacağımızı tapdıq. Y variantı sadəcə fiqurlar aşağı düşürdü və güzgü əksi olaraq döndərilirdi. Yəni qara fiqur aşağı düşür, buradakı ağ da aşağı düşür. Hər dəfə bir dəm aşağı düşür, sonra güzgü əksi olaraq döndərilir. Aşağı gəlib ən aşağı çatandan sonra da yuxarı qayıdır. İndi onu bildik, keçirik. Məsələn suala 56-cı suala. Görək bu formada verilib. Fiqur qatlanıb, kəsilib. İndi açılanda hansı hissə alınır? Bir dənə baxaq. Məsələn, görürük ki, ilkin bizə verilən bu 3 dənə fiqur ki var. Bunlar bütün hissələrdə, bütün variantlarda var. Ona görə bunu açmağa çalışaq. Baxaq ki, açılanda necə olur? Açılanda rahat bir formada birinci baxmağa çalışaq. Deyək ki, bu yuxarıdakı bu hissə ki var. Bunun üzərində cəmi bir dənə kəsik var da, düzdür? Bu fiqurun 3 dənə tərəfi var. Bu tərəfdə kəsik yoxdur. Hipotenuzda da kəsik yoxdur. Bir dənə balaca hissədə kəsik var. O da haradır? 5 bucağın oturacaq hissəsi. Aşağıda kiçik bir hissədir. İndi onu açanda necə olacaq? Görürsünüz ki, bu 2 nöqtə ki var. Məsələn, bunu bu formada açıram, düzdür? Bu formada açanda bu 2 nöqtə yenə olduğu kimi qalır. Yəni, sanki onlar dayaq nöqtəsidir. Onlar olduğu kimi qalır. Bir dənə bu hissə gəlib yuxarı sürüşür. Onu da işarələyək. Bu hissə gəlib sadəcə yuxarı sürüşür. Digər bu nöqtələr olduğu kimi qalır. Olduğu kimi qalan nöqtələrdən siz artıq məsələni tuta bilərsiniz. Nə mənada? Məsələn, 3 bucaq bu formada, düzdür? Olduğu kimi dedik, qalan nöqtələr ki var. Bu nöqtə tərpənmir ki. Demək, onlara bitişən tərəflər də tərpənmir. Bir hipotenuz tərəfi var, onsuz aydın görsənir. Hipotenuzun üzərində kəsik yoxdur ki. İndi bu iki katitdən hansının üzərində kəsik var, biz onu tapmalıyıq. Onu da necə tapıram? Bu nöqtəyə, bunu qara neşəliyə görəsiniz. Bu nöqtəyə bitişik tərəfin üzərində kəsik var, düzdür? Bitişik katitin. Demək, ona bitişik digər katitin üzərində kəsik olacaq. Bitişik olmayan katitə baxmırıq. Yəni, bu kəsik gəlib sürüşüb bu tərəfdə qalmalıdır. Yuxarıda yox. Demək, yuxarı tərəfdə burada heç bir kəsik olmamalıdır. Məsələn, A tərəf variantında orada kəsik var. A variantını çıxıram. C-də orada kəsik var. C variantını çıxıram. Sonra baxıram. Bu balaca kəsik dedik, bu tərəfə düşməlidir, düzdür? Bu katitin üzərinə düşməlidir. Orada da görürəm ki, 5 bucağın oturacaq hissəsidir. Yəni, burada bunu da başqa rənglə işarələyək. Rahat görsəniz. Hardasa bu formalı kəsikdir, düzdür? Balaca rəng trapeziya alınır. Gələn baxıram B variantında həmin tərəfin üzərində olan kəsik 5 bucağın yuxarı hissəsi, aşağı yox. B variantını çıxıram. D ilə Y variantında görürsünüz. Bu formada kəsik olmalıydı. D ilə Y variantı hələ ki uyğun gəlir. O iki variant qaldı. İndi onların arasında fərqə baxıram. Harını tapa bilərəm. Onların arasındakı fərqi də aşağı tərəfdən tapmaq olar. Aşağıda bir dəqiqə bunu bağlayaq. Aşağıda bu hissələrdən açılımından tapmaq olar. Deyək ki, birini açaq. Artıq bildikdə necə açmaq lazımdır. Məsələn, deyək ki, bunu açaq. Bunu açanda nə demişdik? 2 nöqtə görürsünüz eyni qalır, düzdür? Bu nöqtəyə, indi bunu açaq bir dənə. Açılımını da çəkeyim. Demək, bu nöqtəyə
Bitişik katetin üzərində nə var? Yarım bir kvadrat olaraq kəsiyi var. Demək, yarım kvadrat olaraq kəsiyi düşməlidir bu tərəfin üzərinə. Bir də alt tərəfə görəm nə var? Digər nöqtəki var, təpə nöqtəsi. Ora bitişik tərəfin üzərində nə var? Digər bir kəsik. Yəni 5 budağın alt hissəsi. Böyük bir hissə var. Böyük trapeziyə oxşayan. O kəsik də olmalıdır bu tərəfin üzərində. Demək, bu formada kəsik olmalıdır. Hipotenuzun üzərində də kəsik yoxdur deyə heç bir kəsik əlavə olunmur. İndi bu da baxırıq, çəkdiyimiz hissə hansı varianta oxşuyur. Görürəm kvadrat tərəfi iki variantda da var, problem yoxdur. Yəni bu formada kvadrat iki tərəfdə də var, sağ aşağı hissədə. Amma trapeziyalara baxanda burada 5 bucağın yuxarı hissəsi verilib, amma bizə nə lazım idi? 5 bucağın aşağı hissəsi. Demək, Y variantını da çıxırıq. Düzgün variantımız nə olur? D variantı. Yəni görürsüz, tam olaraq açmadıq və ya tam olaraq açanda belə çalışırıq ki, hardansa ipucu tutaq. Yəni dayaq nöqtələri olsun və s. olsun. Yəni, ona görə o formada baxanda daha düzgün, daha rahat tapa bilirsiniz. Ya da başqa cür necə tapa bilərdik? Məsələn, başqa cür bunu ayırmaq lazım olacaqdı sadəcə. Formada deyil. Bu formada gəlib variantları ayırmalıydınız. Məsələn, bu formada ayırmalıydınız. Ondan sonra gətirib simmetriya olmalıdır da bu iki üçbucaq arasında. Gətirib məsələn bu nöqtəni götürərdiniz. Simmetriya üzərində istənilən bir nöqtə. Buradan sol tərəfə gedəndə görürəm 5 bucağın oturacaq hissəsindən alt hissəsinə gedir. Amma bura gələndə görürəm iti bucaqdan keçir. Daha doğrusu 5 bucağın iti bucağından keçir də. İti bucaq deyəndə iti bucaq da eləsin də o kör bucaqda, amma bucağından keçir də, belə deyək. Oturacağından keçmir. Təpə nöqtəsindən keçir. Yəni orada da görürsünüz ki, uyğun gəlmir. Ona görə burada D variantını işarələdik. Keçirik 57-ci suala. 57-ci sual görürsünüz ki, rahat sual oxşuyur. Burada qara bir üçbucaq var. Bu getdikcə kiçilir. Balaca ağ üçbucaq var. Bu da getdikcə böyüyür. İndi baxıram varianta. A variantı olmaz. Qara üçbucaq çox böyük verilib. Y variantında da qara üçbucaq çox böyük verilib. Onlar olmaz. D variantına baxıram. O da sonuncu qara üçbucaqdan kiçik verilib. O da olmaz. İndi qalır B ilə C variantı. Bir dənə B ilə C variantına baxaq. İndi görürəm ki, burada bu üçbucaq necədir? Uzun bir üçbucaqdır, düzdür? Nazik uzun bir üçbucaqdır, ağ üçbucaq. Nazik uzun bir ağ üçbucaqdır. B variantına baxıram, sanki bu uzunluğa yox. Bu başlayıb eninə verməyə. Yəni bu oturacağı böyüyüb, amma hündürlüyü böyüməyib. Yəni, o şəkildə böyümə olmamalıdır, düzdür? Və ya B variantında bu üçbucağı görürsünüz, çox nazikləşdirib. Ən son olan üçbucağın oturacağı boyda da ancaq uzunluğu artıb. Belə olmalı deyil. Yəni belə deyək, üçbucağın bütün ölçüləri eyni faiz olaraq kiçilir, eyni nisbətdə kiçilib böyüyür gördüyünüz kimi. Amma burada oturacağı dəyişib, oturacağı çox böyüyüb, digəri az böyüyüb, belə olmaz. Yəni hər bir hissəsi, hər bir tərəfi eyni nisbətdə böyüməlidir. B variantında burada görürəm uzunluğu ayrı dəyişib, oturacağı ayrı nisbətdə dəyişib. Elə aşağıdakı ağ üçbucaqdadır. Amma C variantında görürsünüz eyni nisbətdə böyüyüb, kiçilir. Ona görə C variantı burada olur. Düzgün cavab. Onu işarələyib keçirik 58-ci suala. 58-ə sadəcə qoyub hesablamaq lazımdır yerinə. Çətin sual deyil. 27-14 aralarında nələri var? Romb. Gətirəm buraya yazıram. Sol tərəfə 27, sağ tərəfə 14. 9A 27-dirsə A bərabər olur 3, birinci sətir üçün. 7 və 14-dirsə B olur 2, birinci sətir üçün söhbət gedir. Burada da bizə deyir 2A plus B. 2A plus B. A 3-dür. 2 vurulsun 3 plus B. Yəni 2. Bu olur 8. Demək, buranın qiyməti 8 oldu deyə bunu silirik. Yerinə yazırıq 8. Sonra 33 ilə 18-i üçbucaq olan hissədə hesablayır. Sağ və sol tərəfləri bərabərləşdirdim. 11A 33-dürsə A olur 3. B olur 2. İkinci sətir üçün. Yəni bunun eyni çıxmağı o demək deyil. A3, B2-dir. İkinci sətir üçün o formada çıxıb olmaya da bilər. Sonra gətirib burada 3A, yəni 3 vurulsun 3, üzərinə gəlsin 2, çıxılsın 3. Burada neçə alınacaq? 3 dəfə 3, 9. 9 plus 2, 11. 11-dən 3 çıxanda yenə 8. Burada alındı 8. Bir də üçüncüyə baxırıq. 15 ilə 16-nı gətirib bura qoyuram. Bəxtimizə burada da A olur 3, B olur 2. Amma burada eyni oldu deyə bu o demək deyil də, həmişə eyni olmalıdır. Olmaya da bilər.
Burada da gətirib yerinə qoyuruq. A-nın yerinə qoyuram 3. B-nin yerinə qoyuram 2. Və nəticədə 3 çıxılsın 2 plus 5. Neçə alınır? 3-dən 2 çıxırıq. 1, 1-in üstünə 5 gəlirəm 6. Burada yazıram 6. Yəni 8 üzərinə gəlsin 8 çıxılsın 6. 8-dən 8 toplayıram 16. 16-dan da 6 çıxıram. Alınır 10. Ona görə C variantı 10 işarələyirik. Keçirik 59-cu suala. İndi baxırıq burada sözlər nə olar? A variantına baxıram. Fizioloq. B variantı astronom. C variantı psixoloq. D variantı filoloq. Bir də Y variantı ekologiya. Bir dəqiqə. Aha, ekologiya düzdür. 2 dənə o var deyə çalışdıq, amma ekologiya axırda da problem yoxdur. İndi fizioloq, astronom, psixoloq, filoloq, ekologiya. Cavab nə olar? Əlbəttə ekologiya. Ekologiya elmdir. Logiya sözü var da elm demək. Amma digərləri iş, peşə, ixtisas, yəni hər hansı bir işdə işləyən şəxs. Ona görə Y variantı digərlərindən fərqlənir. Cavab olur Y variantı. Sonra keçirik 60-cı suala. Burada baxıram ki 0.5-dən 5 almaq üçün, 5.5 almaq üçün. Aralarında fərq neçədir? 5. 0.5-dən 16 almaq üçün aralarında fərq neçədir? 15.5. 16 ilə 11.5 və ya 5.5 ilə 11.5 arasında fərq neçədir? 6. Düzdür. İndi digər hissəyə baxıram. 4 ilə 14 arasındakı fərq 10-dur. 4 ilə 35 arasında fərq 31-dir. 16 ilə 14 ilə 26 arasında fərq 12-dir. Baxın, hər birinin 2 qatıdır. Düzdür. 11 ilə 31 arasında fərq 20-dir. 11 ilə 63 arasında 73 arasında fərq 62-dir. Bir də burada görürəm ki 5-in 4 qatıdır. 15.5-in 4 qatıdır. Və ya belə də baxa bilərsiniz. 10-un 2 qatıdır. 31-in 2 qatıdır. Aralarında fərq. Yəni 12-nin də 2 qatı burada olmalıdır. Düzdür. Yəni 24. 31-in də üzərinə 24 gəlirəm. Olacaq 55. Yəni cavab da olacaq 55. Sonra burada da baxa bilərsiniz ki 40-dır fərq. Bu hissədə fərq 124-dür. Bu hissədə də fərq 48-dir. Yəni aralarındakı fərqin 2 qatı ola-ola artır. 31 ilə 55 arasındakı fərq də 24 olduğu üçün cavab 55 olmuş oldu. Yəni orada da A variantı oldu. Sonra keçirik 61-ci suala. İndi burada baxırıq ki, məsələn, məlum hissələrə baxa bilərəm, uyğun hissələrə. Daha çətinlərdən demişik, daha rahat cavab çıxır da. Məsələn, 63-dən 315 necə ala bilərəm? 5-ə vurub alar, düzdür. 68-dən də deyirəm, onda 5 çıxım. Alınsın 63. Sonra başqa cür baxıram. Artıq görürəm ki, bir hissədə ədəd çıxır, birində də vurur. Digər hissələrə baxıram. Burada deyirəm ki, məsələn, 7-ni 3-ə vuranda 21 olur. 10-dan 3 çıxanda 7 olur. Artıq demək olar cavabı tapdım da. Hansı bir ədədi çıxır, sonra ona vurur. Əvvəldən elə baxaq. 8-dən 1 çıxır. 7, 7-ni 1-ə vurur, 7. 7-dən 2 çıxır, 5. 5-i 2-yə vurur, 10. 10-dan 3 çıxır, 7. 7-ni 3-ə vurur, 21. 21-dən demək 4 çıxmalıdır. 17. 17-ni 4-ə vurmalıdır, 68. Sonra 68-dən 5 çıxıb, 63. 63-ü 5-ə vurub, 315. Demək bizdə sual işarəsinin yerinə neçə yazılmalıydı? 17. Demək burada da A variantını yazdıq. Sonra keçirik 62-ci suala. Görürük ki, burada 2 dənə hissə kəsib çıxarılıb da, elə bil. İndi hansı hissələr bərpa eləsə burada dairə alınır. Bir üçbucağı onsuz rahat görürsünüz. Bir də bu hissəni bərpa eləməyə çalışaq. Bir də belə bir fiqur lazımdır. İndi baxıram. A variantında düzdür. Üçbucaqların ölçüsü qəribədir. Məsələn, D variantına baxıram. Üçbucaq çox qəribə ölçüdədir, düzdür. Orada bərabər yanında üçbucaq da hardasa. Burada isə amma düz bucaqlı üçbucaqdır. Yəni bu uyğun gəlməyəcək. Onsuz bunu çıxaq. Sonra digərlərinə deyək ki, baxaq. Baxıram A variantına. Deyək ki, necəsə uyğun gəldi. Bu hissəni gətirib buraya yerləşdirəndə bunun kənar hissəsi düzdür. Yəni düşünün, bunu buraya yerləşdirirsiniz. Kənar hissəsi düzdür. Bu formada olur. Yəni bu dairəvidir axı. Bu alınmayacaq. Ona görə A variantını çıxıram.
Bizə lazımdır bu belə dairəvi olsun. Sonra baxıram. C variantındakı hissəni buranı gətirib yerləşdirsək, bu çox oval formalıdır, düzdür? Hardasa bu formadadır. Gətirib bunu yerləşdirəndə belə bir şey alınacaq. Ən yaxşı ehtimalla belə bir şey alınacaq ki, bu dairəyə oxşamır da. Görürsüz, biraz onun formasını pozdu. Çox dairəvidir. Yəni çox kiçik dairəsi var da, belə deyək. Ona görə C variantı uyğun gəlməyəcək. B variantı da eyni səbəbə görə. B variantını gətirib ora qoyanda bu formada alınır. Yəni görürsüz ki, dairənin görünüşünü pozur. Ona görə B variantı da olmayacaq. Amma Y variantına fikir verin, bunun qövsü daha maili formadadır. Yəni onu bura gətirib yerləşdirsək, dairəni tamamlaya bilər. Üçbucaqdakı tərsini çevirib yerləşdirirsiniz, elə bu hissəni tutur. Ona görə cavab burada olur. Y variantı, onu da bildik, keçirik 63-cü suala. İndi 63-də baxıram ki, ümumi də baxa bilərsiniz, sətir və ya sütunlara da baxa bilərsiniz. Hərəsindən bir dənədir. Baxaq, sətir üzrə birinin kənarı dairədir, birinin də x-dir, birinin də 4 dənə tərəfində nöqtə var. Birinin daxilində kvadratdır, birində müsbətdir, birində də bu Almanların simvoluna oxşuyur. Alman bayrağındakı, köhnə Alman bayrağı. Nemeslərin bayrağındakı simvola oxşuyur. Sonra baxıram, müsbət var, kvadrat var, digər simvol var. Kənar hissəsi 4 nöqtə, dairə, x. Gələk baxaq aşağıda hansı verilib. X verilib kənarda, 4 nöqtə verilib. Nə verilməyib? Dairə. Kənarı dairə olmalıdır. Bir də daxilinə baxaq. Kvadrat var, digər simvol var, müsbət yoxdur. Burada olmalıdır müsbət. Demək, dairə içində müsbət hansı variantdadır? B variantında. İşarələyirik, keçirik 64-cü suala. Burada fraza nədir? Söz birləşməsi, düzdür. Sözlər birləşib frazanı əmələ gətirir. Bu formada da baxa bilərik. Nəsihətlər təmsili əmələ gətirmir. Telegram telefon əmələ gətirmir. Mahnı melodiya əmələ gətirmir. Yəni toplusu da. Xor musiqini əmələ gətirmir. Amma mərtəbələr binanı əmələ gətirir. Yəni bir neçə mərtəbə, yəni deyək ki, belə deyə bilərik. Bina deyək ki, bir neçə mərtəbədən ibarət olur, düzdür? Fraza da bir neçə sözdən ibarət olur. Söz birləşməsindən. Bina da mərtəbələrin birləşməsindən və ya bir neçə mərtəbədən, 10-20 mərtəbədən ibarət olur. Fraza da sözlərin birləşməsindən, bir neçə sözdən, 10-20 sözdən ibarət ola bilər. Düz əslən 10-20 söz olmur, amma yenə də frazada söz birləşməsindən əmələ gəlir. Yəni ibarət olur sözlərdən. Binada mərtəbələrdən. Yəni qısa desə yenə fraza sözlərdən ibarətdir, binada mərtəbələrdən. Amma digər variantlar uyğun gəlmir. Sonra baxırıq burada 65-ci suala. Deyirik burada necə ola bilər? Demək 4, 4, 2 aralarında dairə var. Məsələn 1, 1, 1 hamısının arasında dairə var və 1 alınır. Vurma olsa alına bilər. Burada vurma yazıram. Görürəm ki, yox, 2 alınmır, böyük adada alınır. Başqa nə edə bilərəm? Bölmə olsa 1-i 1-ə bölürəm 1, sonra 1-i yenə 1-ə bölürəm 1. Burada yoxlayıram. 4-ü 2-ə bölürəm 2, 4-ü 2-ə bölürəm 2. Görürəm bölməni alınır sanki. 15-i 3-ə bölürəm 5, birinci mötəriz daxil edirik ona görə. 10-u 5-ə bölürəm 2. 12-ni 3-ə bölürəm 4, 8-i 4-ə bölürəm 2. 6-nı 2-ə bölürəm 3, 9-u 3-ə bölürəm 3. Ona görə cavab olacaq burada C variantı. Ona görə onu işarələdik, keçirik 66-cı suala. Burada görürük ki 7 muzeylərin adı verib ekskursiya təşkil olunmalıdır və aşağıdakılar nəzərə alınmalıdır. Sıra ilə deyilirdi ya, burada 1-dən 7-yə kimi nömrələyə bilərik də. Deyir, F gediləcək ilk 3 muzeydən biri olmalıdır. G-yə H-dan dərhal sonra gedilməlidir. Demək, H, sonra G gəlməlidir. M gün ərzində gediləcək ya ilk, ya son muzey olmalıdır. P gediləcək son 3 muzeydən biri olmalıdır. Deyir, T, L, F. Bu ardıcıllıqla bir-birindən dərhal sonra ekskursiya olunacaq muzeylərdirsə, G neçənci yeri tutar? T, L, F ardıcıl gəlirsə, baxıram F birinci olsa, T ilə L-i hara qoyuram? 0-dan -1-ə olmuraq. F 2-də də olsa, T ilə L ondan yuxarıda olmalı deyə alınmır. Demək, F məcbur olur 3-cü yerdə. T olur 1-də, L olur 2-də. Sonra deyir, M ya birincidir, ya sonuncu. Birinci ola bilmədiyi, birinci T oldu. M olur sonuncu,
İndi P qalıb. P ya 5-dədir ya 6-da. P 5-də olsa, çünki son 3-dən biri olmalıdır da. H ilə G-ni yerləşdirə bilmirəm. H ilə G deyir ardıcıl gəlməlidir. Ondan da P məcbur olur 6-da. H ilə G də olur 4 ilə 5-də. Sonra bizə deyir G neçənci yer tutar? G 5-ci olub. Rum rəqəmi ilə 5-i götürüb yazdıq, yəni D variantını. Ondan sonra keçirik 67-ci suala. 1970-90-cı illər ərzində yer kürəsində 200 milyon hektar, hətta siz bunu oxumaya da bilərsiniz. Birbaşa aşağıdan oxuyub sonra da yuxarı baxa bilərsiniz. Amma məlumatınız olsun deyə tez bir şəkildə oxuyub aşağı baxa bilərsiniz. Deyir, yer kürəsində 200 milyon hektar meşə örtüyü itirilmiş, səhraların sahəsi təxminən 120 milyon hektar artmış, 180 milyard ton əkinə yararlı torpaq qatı məhv edilmişdir. Torpaq qatı daha doğrusu məhv edilmişdir. Bununla yanaşı dünya əhalisinin sayı bu müddət ərzində 1,6 milyard nəfər artmışdır. Demoqrafların hesablamalarına görə 2030-cu ildə əhalinin sayı 10 milyard nəfərə çatacaqdır. Bu tendensiya aşağıdakı nəticələrin hansına səbəb ola bilməz? Münaqişələrin, müharibələrin artmasına ola bilər. Torpaq sahəsi azalır. Ona görə torpaq üzərində onsuz dava gedir həmişə. Biraz da arta bilər. Yəni bu ola bilər. Ola bilməz soruşur. Dünyanın fiziki xəritəsinin dəyişməsinə müharibə deyir onsuz. Müharibə ilə fiziki xəritənin dəyişməsi eyni şeydir. Müharibə artırsa fiziki xəritə dəyişə bilər. Siyasi xəritə də dəyişə bilər. Hər şey ola bilər. Həm də üstəlik burada səhralar və s. deyirdi. Onsuz xəritə dəyişəcək orada. Daha doğrusu fiziki xəritə deyir. Siyasi xəritə demir. Yəni müharibə yox, amma burada onsuz meşələrin qırılması, səhraların olması və s. fiziki xəritəyə təsir edir. Bioloji növ müxtəlifliyinin azalmasına ola bilər. Meşələr qırıldığı üçün, səhralar artdığı üçün istər-istəməz meşələrdə yaşayan heyvanların nəsli tükənə bilər və növ müxtəlifliyi azalar. Atmosferin qoruyucu ozon qatının qalınlaşmasına, bir də Y-yə baxaq, atmosferdə qazların normal nisbətinin pozulmasına. Y də ola bilər. Görürsünüz, mənfi şeylər nə yazıb ancaq. Yuxarıdan ancaq mənfi şeylər yazıb deyə Y də olar. Bir dənə müsbət şey var, ozon qatının qalınlaşması. O ola bilməz. Yəni yuxarıdakı verilən cümlələrə əsasən ola bilməz. Belə hər şey ola bilər. Sadəcə yuxarıda verilən bizə mətnə əsasən ancaq cavab veririk. Yuxarıda verilən mətnə əsasən D variantı uyğun gəlmir. Ona görə D variantını işarə edib keçirik 68-ci suala. İndi burada baxıram ki, bundan sağ tərəfindəki necə alına bilər? İki cür alına bilər. Ya 180 dərəcə döndərib, ya da güzgü əks edilib. İndi 180 dərəcə döndərsək, bu fiqurda deyək ki, 180 dərəcə döndərək. Bu xət gəlir aşağı. Bu hissə olur qara. O da baxıram. Bir də B variantına oxşayır hal-hazırda çəkdiyimiz, bir də C variantına. Amma burada bir dənə qara nöqtə olmalı idi. C-də o yoxdur. B-də də bunu ümumiyyətlə qara verib. O da olmaz. Ona görə deyir ki, bunu 180 dərəcə döndərmək deyil. Güzgü əksi olaraq döndərməkdir. Güzgü əksi olaraq döndərəndə də qara hissə hal-hazırdadır. Sol aşağıda, düzdür? Biz bu xəttə nəzərən döndərəndə, yəni yuxarıdan aşağı olan xəttə nəzərən döndərəndə yuxarı və aşağı sözləri dəyişmir. Yalnız sol və sağ sözləri dəyişir. Bu qara hissə hardadır? Sol aşağıda. İndi harda olmalıdır? Sağ aşağıda. Demək, qara hissə olmalıdır, sağ aşağıda. Hələ digər hissələrə baxmıram. Sağ aşağı qara olan, onsuz bir dənə variant var, o da olur A variantı. Digər hissələrə də baxanda bu qara hissə də gəlir bura. Və içindəki dairə və dairənin yanındakı qara da gördüyünüz kimi olduğu kimi o formada verilib. Yəni orada bir problem yoxdur. Qara burada sağ tərəfdədir, burada da sol tərəfdədir. Orada da bir problem yoxdur. Elə A variantı düzgün şəkildə güzgü əksidir. Ona görə cavab olaraq A variantını işarələyib keçirik 69-cu suala. İndi 69-a birinci baxaq. Qarşılıqlı üzlərlə nəsə çıxırmı? Demək, bu 200 qarşılıqlı üzdür. Variantlarda bir yerdə verilməyib. Ağ ilə qara kvadrat qarşılıqlı üzdür. Ortada yerləşən qara kvadratdan söhbət gedir. Variantlarda bir yerdə verilməyib. Bir də bu əyri və diagonal, düz və diagonal xəttlər qarşılıqlı üzdür. Onlar da bir yerdə verilməyib. İndi nəyə baxaq? Üzlərin bir-birinin arasındakı əlqəyə baxaq. Məsələn, bu üçbucaq olan üzlə kvadrat olan, ağ kvadrat olan üzə baxıram. Üçbucağın oturacağı kvadrata bitişib.
Amma bu ikisinin arasındakı əlaqəyə baxsaq, üçbucağın oturacağı kvadrata bitişməyib, düzdür? C variantı olmaz. Sonra baxıram. Bunu fırladaq hər ehtimal. Alt və üstdəki üzləri daha rahat olsun bizim üçün. Demək, kvadrat gələcək bu hissəyə. Sonra növbəti bir dənə də fırlananda gələcək bura. Bir dənə də fırlananda gələcək sol aşağı. Yuxarıdakı üçbucağı fırladaq. Demək, dönəndə bura gəlir. Bir dənə dönəndə yuxarı qalxır. Bir də olur sağ tərəfdə. Və kvadratı da deyək ki, gətirib bura. Hər ehtimal yaxşı görməyimiz üçün. Sonra baxıram. A və məsələn D variantlarında. Görürsünüz ki, burada qara balaca kvadrat var. Onun ağ kvadratla bitişdiyi üzü bir dənə belə xətt çəkirəm. Gördüm, qara kvadrat həmin xəttdə bitişib. D variantında da görürsünüz, qara kvadrat həmin xəttdə bitişib. Amma bunların arasındakı xətti belə çəkəndə görürsünüz, qara kvadrat həmin xəttdə bitişməyib. Arada məsafə var. Ona görə A ilə D variantının ikisini də çıxıram. Qalır B, bir də Y variantı. İndi burada da üçbucaqla qara kvadratın bitişdiyi üzü bir dənə belə xətt çəkirəm. Görürəm, üçbucağın oturacağı həmin xəttdə bitişib, amma burada görürəm, üçbucağın oturacağı həmin xəttdə bitişməyib. Ona görə Y variantını da çıxıram. Düzgün variant olur. B variantı. Ona görə B variantını işarələyirik, keçirik 70-ci suala. 70-ci sualda düşünürük ki, məsələn 3, 3, 3-dən 9 deyək ki, necəsə alarıq. Bu 3 dənədən 210 almaq üçün 210 biraz böyük ədəddir axı. Düşünürəm, burada hardasa vurma olmalıdır. İndi vurma olmalıdırsa, deyirəm 3-ün də birinci bir-birinə vurun, baxım nə olur. 6, 7, 15. Məsələn 6, 7, 15-i bir-birinə vuranda 42 vurulsun 15 alınacaq 630. Sonra deyirəm 630-u 3-ə bölsəm alınır 210. 3, 3, 3. Vururam 27-yi 3-ə bölsəm 9. 9, 7, 8. Hamısını vuranda alınır 504. 504'ü də 3'ə böləndə 168. 12, 7, 6. Hamısını bir-birinə vuranda burada da alınır 504. 3'ə böləndə 168. Ona görə 4, 9, 12. Hamısını bir-birinə vurub 3'ə bölməliyəm. Ona görə hamısını bir-birinə vurub 3'ə bölmürəm də. Elə birbaşa 12 vur 9 vur 4 bölünsün 3. Bu formada yazıram ki, ixtisar getsin, rahat hesablayım da. Demək, bunlar ixtisar getdi, qaldı 3. Sonra 3 dəfə 4, 12. 12 vur 12, 144. Bir də vurub 3-ə bölüb 144 almaqdansa ixtisar edib vurdum, daha rahat oldu da. Burada da cavab oldu 144. Və bununla da 2025 qəbul suallarının ikinci cəhdinin birinci hissəsini yekunlaşdırdıq. Növbəti videoda ikinci hissənin, yəni 71-dən 95-ə kimi olan hissənin izahına baxacağıq. Sağ olun, gəlin izahlara dək.